Serbiyanın elektrik enerjisi ilə təminatının yüksəlməsində Azərbaycan əsas söz sahiblərindən biri olacaq. Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində imzalanan Serbiyada qaz turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında sazişlə ölkələrimiz arasında yeni bir səhifə açılır. Bu sənəd təkcə enerji sahəsində texniki əməkdaşlıq aktı deyil, həm də dəyişən regional enerji xəritəsində tərəflərin strateji maraqlarını əks etdirən mühüm siyasi iqtisadi addımdır. Xüsusilə Serbiyanın artan elektrik enerjisi tələbatı fonunda bu təşəbbüs ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və Azərbaycanın Balkanlarda rolunu əhəmiyyətli dərəcədə genişləndirir. Stansiyanın inşası Azərbaycanın investisiyası hesabına həyata keçiriləcək. Onun təbii qazla təminatında yenə Azərbaycanın əsas rol oynayacağı gözlənilir. Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çox şaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bugün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektriyin əldə olunmasına da nail olacağıq. Bütün bunlar Serbiya üçün həyati əhəmiyyət kəsb edir. Ölkənin mövcud enerji istehsalının əsas hissəsi kömürlə işləyən istilik elektrik stansiyalarının payına düşür. Lakin bu stansiyalar həm texniki baxımdan köhnəli, həm də Avropa məkanında tətbiq edilən sərt ekoloji tələblərə uyğun deyil. Eyni zamanda quraqlıq dövrlərində hidroenerji istehsalının azalması Serbiyanın enerji balansında qeyri-sabitlik yaradır. Bu kontekstdə Azərbaycanın Serbiyada inşa edəcəyi 500 meqavatlıq qaz turbin elektrik stansiyası böyük əhəmiyyət daşıyır. Bir sözlə, Serbiya enerji təhlükəsizliyinin təminatını Azərbaycana həvalə edir.